Çinin Shenzhen şəhərində fəaliyyət göstərən Lonvi Bioscience biotexnologiya startapı üzüm çəkirdeği ekstraktından əldə edilən prosianidin adlı maddə əsasında yeni kapsul hazırladığını açıqlayıb. Şirkətin bildirdiyinə görə bu birləşmə zombi hüceyrələr kimi tanınan, orqanizmdə yığılan və iltihabi prosesləri gücləndirən yaşlanmış hüceyrələri seçici şəkildə aradan qaldırır. Şirkətin təqdim etdiyi məlumatlara əsasən laboratoriya siçanları üzərində aparılan tədqiqatlarda ümumi ömür uzunluğu 9,4% artıb. Daha diqqət çəkən nəticə isə müalicəyə başlandıqdan sonra qalan ömür müddətində 64,2%lik artımın müşahidə olunmasıdır. Bu göstəricilər yaşlanma biologiyası sahəsində maraq doğursa da nəticələr hələ ilkin mərhələdə hesab olunur. Məlumata görə prosianidin maddəsi ilə bağlı əvvəlki araşdırmalar Nature Metabolism jurnalında dərc edilib. Ekspertlər bildirir ki, bu tip nəticələr perspektivli sayılsa da insan üzərində klinik sınaqlar olmadan effektivlik və təhlükəsizlik barədə qəti nəticə çıxarmaq mümkün deyil.